bunların dünyada tanınması, tek bizim ölkəmizdə deyil, dünyada da onların tanınması çox çətin bir prosesdir. Hər yerdə, baxın, araşdırsanız, dünyanın hər yerində nadir xəstəlikləri, genetik xəstəlikləri yalnız valideyn tanıdır. Yalnız valideynlər tanıdır. Onlar tanıtmadan, təbii ki, üst qurumlar bilməzlər bu ölkədə bu xəstəlikdən neçə nəfər əziyyət çəkir, neçə nəfər var, çoxmu aktualdır, azmı aktualdır. Bunu aktuallaşdıran birbaşa valideyndir. Bunu bir dəfəlik yadımızda saxlayaq və bunu qəbul edək. Çünki yenə də deyirəm, biz məsuliyyət daşıyırıq. Biz, məsəl üçün, hər valideyn özünü düşünsün. Uşaqlığımız necə keçib, xatırlayın. Ağaca çıxmışıq, yıxılmışıq, bizə heç nə olmuyor. Gülmüşük dərindən, o gülüşü geri qaytara bilmişik, yenə də heç nə olmuyor. Amma uşaq var ki, gülür, nəfəsini geri qaytara bilmir, bu olması olur. Və burada özümüzlə müqayisə edək uşaqlarımızı. Hər şey yemişik, problemimiz olubmu? Olmayıbdır. Çünki biz xəstə deyilik. Biz sağlam uşaqlıq dövrü keçirmişik. Amma bizim evlatlarımız gəl ki, bizim qədər normal uşaqlıq dövrü keçə